Bu ilin yanvar-mart aylarında Azərbaycanda özəl sektorda işləyən muzlu işçilərin orta aylıq əmək haqqı 1115 manat 60 qəpik olub. Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, özəl sektorda işləyən işçilərin orta aylıq əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% və ya 76 manat 90 qəpik artıb. Məlumat üçün bildirək ki, paytaxt Bakının rayonları istisna olmaqla özəl sektorda ən yüksək orta aylıq əmək haqqı Zəngilan rayonunda, ən aşağı orta aylıq əmək haqqı isə Yardımlı rayonunda verilib. Qeyd edək ki, orta aylıq əmək haqqının 1000 manatdan yüksək olduğu cəmi 3 rayon olub. Bunlar Zəngilan, Qubadlı və Şuşa rayonlarıdır. Daha 2 şəhər və rayonda isə əmək haqqı 900 manatdan yüksək olub. Gədəbəy rayonunda 982 manat 50 qəpik, Sumqayıt şəhərində isə 918 manat 40 qəpik orta aylıq əmək haqqı verilib. Paytaxtdan kənarda olan şəhər və rayonlarda özəl sektor üzrə orta aylıq əmək haqqının median göstəricisi 594 manat 60 qəpik təşkil edib. Bu ilin yanvar-mart aylarında şəhər və rayonlar üzrə özəl sektorda orta aylıq əmək haqqı belə olub.